Bu böyük gecə elə bir gecədir ki, Allah da onun şərəfinə Quranda bir surə nazil etmişdir. Qədir surəsi. Düşünün, Allah Teala bu gecə ilə bağlı surə var Quran-ı Kərimdə. Yəni nə qədər Allah dərgahında önəmlidir. Böyük bir gecə. Allah şərəfinə Quranda bir surə nazil edib, qiyamət gününə qədər oxunacaq və fəzilətini, dəyərini açıqlayıb uca Allah Teala. Bu gecə çox böyük, böyük bir şərəfli gecədir. Allah bu gecədə möminləri etdiyi ibadət və əməllərin savabını qat-qat artırır. Bu gecənin fəziləti haqqında ən böyük xəbəri verən nədir? Uca Allah. İnnə ənzəlnəhu fi leylətil qadr. Həqiqətən biz onu Qədr gecəsinə nazil etdik. Sən hardan biləsən ki, Qədr gecəsi nədir? Baxın, Allah necə sual verir Peyğəmbərimizə və möminlərə. Qədr gecəsi 1000 aydan daha xeyirlidir. O gecə mələklər və ruh, yəni Cəbrail əleyhissalam Rəbbinin izni ilə hər bir iş üçün enərlər. O gecə dan yeri ağranadək salamatlıqdır. Qədr surəsi. Baxın, bu surə axırdan, əvvəldən axırına qədər bu əzəmətli və şərəfli gecədən bəhs edir. Kim bu gecəni gözəl əməl edərsə, böyük bir qazanc əldə etmiş olar.